Firidun İbrahimi 1919-cu ildə Güney Azərbaycanın Astara şəhərində aydın və mübariz bir ailədə anadan olub. Məktəbi Əncəli və Təbriz şəhərlərində bitirəndən sonra 1941-ci il Tehran Bilim Yurdunda Hüquq Fakültəsinə girdi. Bu dönəmdə Cəfər Pişəvərinin Acir qəzetində və həmçinin Rəhbər, Zəfər və Azərbaycan qəzetlərində məqalələri ilə çıxış etdi. Özəlliklə Azərbaycan danışır başlıqlı məqalələrində Azərbaycanın tarixi keçmişini güclü şəkildə qələmə çəkdi. Azərbaycanın milli hökumətində baş savcı olan Firidun İbrahimi 1946-cı ilində Pəhləvi rejiminin Güney Azərbaycana vəhşicə qoşun çəkməsinin qarşısında dayanıb və Təbrizi tərk etmədi. O və yoldaşları neçə gün igidcəsinə dirəndilər və sonra tutuqlanıb 6 ay şikəncəli həbs keçirəndən sonra idama məhkum oldular. 1946-cı ilin bir yaz səhərində Təbrizin Gülüstan bağının meydanında dara çəkilən Firidun son nəfəsinə qədər Güney Azərbaycanın istiqlalını savundu və yaşasın Azərbaycan deyə-deyə bu dünyadan köçdü.